Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Şeytanın addım izləri ilə getməyin. O, sizin açıq-aşkar düşməninizdir. O, sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir. Onlara Allahın nazil etdiyinə tabe olun deyildikdə, onlar, xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yola yönəlməyiblərsə necə?